Salam değerli izleyiciler, her birinizin sabahınız xeyir, her birinizi hoş gördük. Ümumi Azərbaycanımızı bütün qürbətdə yaşayan qardaşları salamlayıram. Ben bu günləri dünya Azərbaycanlılarımızın bayram münasibətindən hər birini təbrik edirəm. Allah hər birinin canını sağ, ömrünü uzun eləsin. Hər birinə bol ruzu bərəkət, xoşbəxtlik arzu edirəm. Allah sizləri var eləsin gözəl qardaşlar. Bugün Gəncə qoyun bazarından çəkirik videolarımızı. YouTube kanallarımıza abone olup like vermeyi de unutmayın. Hal-hazırda gördüğünüz kimi Gəncə qoyun bazarı. Bugün ayın bizə dəqiqə deyəcəm də 8-dir. Ayın 15 Mart 2026-cı il. Xeyirli, bərəkətli olsun. Qaqam bazar olsun. Sənindir bu heyvanlar. Neçəyinədir bu quzuların? 280. 280 manatla. Erkəkli dişilidir yoxsa? Altısı dişili qalan yer. Altısı dişili qalan erkək. Hardan da gətirmirsən bunları? Daşyasan. Buradan Daşyasandakı izləyicilərimizə salamlayıram. Allah hər birinin canını sağ eləsin. Qapandan neçəyə verirsiniz? Qapandan verir. Bunlar bordağa gedəndə də mağara gəlir. Təxmini bax o quzunun nə qədər əti olar? 2 kilo tamam. Aha. 14 dolar. 14 kilo. Kim neçəsini istəsə ala bilər də yəqin ki. Ha. Öz təsərrüfatın olar, yoxsa malı satsan? Bunları elə bir ay qabaq almışdım, bir ay yanında. Aha, özün saxlayıb satsın. İndi satmayacaq. Allah xeyir versin. Sağ ol. Balalı heyvanlı. Salam aleyküm. Qaqasındır bunlar. Bizimdir. Ben zahmet bir tasarrufat sen. Neçəyə deyirsən bunları? Ben neyse istese dedesi yok, nenesi yok. 500 manata, 550 ya. 500-550'ye. Hamsa şişe. Neçənci qarındı bu heyvanların? 1, 2, 3. 2, 1, 2. Siyet kardeş kalın. Salam aleyküm. Neçəydən deyirsən bunlar?